Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, idarə və müəssisə xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən 8 noyabr Zəfər günü ilə bağlı ümumi tədbirində ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu, daha şəxsiyyətinin xatirəsi ehtiramla yad edildi. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xatirə kompleksini ziyarət edərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirələrini yad etdilər. Gözlərində açılır bu millətin səhəri, sənin adınla bağlı bu xalqın hər zəfəri. 8 noyabr Zəfər günü ilə bağlı vətənpərvərlik mövzusunda əl işlərindən ibarət sərgiyə, musiqi və idman nümunələrinə baxış keçirildi. Ana çevrilir yurdun kəndi şəhəri, güneş dolur elə bir harda çəkilir adın, dosta xəxarət gəlir gözü kör olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz, azadlığı inamı xalqa sən bağışladın. Sən elə bir zirvəsən, küləklər neyləyəcək, dünənim bugünümsən, səninlədir gələcək. Ne kadar Azerbaycan cennete dönse yoldan çıkmaz Qarabağ. İşte başlandı hamle işi. Beğendiğiniz gibi işte. Deyine. Zaten mühendisle biz Qarabağ kazandık. Bugün Zəfər günüdür. Qəhrəmanlarında. Tabii. Sağ ol. Daha sonra bayram konserti keçirildi.